Salam kamidamınız, xoş geldiniz. Bugünləri sizinlə birlikdə dərs çalışma vlog çəkəcəm. İndi mən hazırlıqdan gəlmişəm. Bu arada riyaz hazırlığından gəlmişəm. Dərs çalışma vlog çəkmək istəmirdim. Əslində istəyirdim, prosto 6 bazara ertələmək istəyirdim. Amma riyaziyyat müəllimimiz evə 130 dənə test vermiş. Əslində başda 170 dənədir. Sonra dedi ki, yaxşı yazıqsız 130 dənə verdi. Amma mən vaxtım qalsa 170 dənə yazıb bir sonraki həftə tapşırığından canımı qurtarmaq istəyirəm. Hazır 4-cü gündə və sabaha ingilis dili hazırlığım var və ingilis dilindən müəllimimiz evə nə vermişdi? Sizə 140 dənə test vermişdi. Onu bu arada mən yarısını elədim, yarısını bugündən sərsə elədim. Ona görə də ingilis əslində o çox da bir şeyim yoxdur. 3 dənə readingim, 9 dənə shorts, 3 dənə SM, bir sütun yenə o sözlərdən, SS'lərdə kömək edəcək sözlərdə, onları da sinonim verəm. Belə, əsas 140 dənə testi idi, onları da eləmişəm, yəni çox da bir şeyim yoxdur. Prosto mən eyni falan dəyişəcəm, biraz dincələcəm, dincəldikdən sonra da ingilis demək edəcəm. Əgər vaxtım qalsa bu günləri yorulmasam, riyaziyyatımdan da bir 20 dənə, 30 dənə yazarım ki, nə qədər yazsam, o qədər yaxşıdır, yəni daha da azalacaq. Amma belə sabah ya da 6-cı gün falan, yəni bir gün bir hissəsi buru olacaq. Digər hissəsi isə ya 5-ci gün ya da 6-cı gün davam etdirəcəm yəni. Belə. İndi mən biraz fasilə verirəm. Haradasa indi saat neçədir? Saat indi 6-dır. 6-ın yarısına hazırlıqdan çıxdım. İndi 5 dəqiqə 6-ya. Belə. İndi evə gəlmişəm. Biraz səhvani cəzəm, dincələcəm, yemək yeyəcəm. Haradasa axşam 8-9 kimi, 10 kimi falan mən başlayacağım dərsləmə. Çünki axşam üstə də gündüzlər dərs edə bilməyəm, bir istəyəm. Yəni normalda edə bilirəm, amma məni dərs çalışmağa motivə edən şeydir. Payızdır. Payızda çox sevirəm dərs etmək. Eyni zamanda payızda o yağış, sakitçilik və masada sadəcə lampanı yandırıb dərs eləmək, şam yandırıb dərs eləmək, romantizə eləmək, yəni belə şeyləri çox sevirəm. Amma yazdaysa daha çox belə yay ab-havasına girirəm və heç bir şəkildə yəni, dərslərə konsantre olamıram, belə deyim. Amma payızı, yazı hava olaraq daha çox sevirəm. Belə. Nəyə görə axşamlar eləm? Çünki gündüzləri nə biləm, isti olur. İndi mən gedirəm. Mən fasilə verim. Hazır 3-4 saatsa görüşək. Deməli, haradasa indi 21-28-də. 21-28 saat neçə eləyir? Onun yarısıdır deyəsən. Onun yarısıdır və mən indi gəlib otururam dərsin başına. Niyə? Çünki mən yeməyimi falan yeyib yatmışam. Əslində çoxdan ayağmışdım, amma yenə də yəni mən dərs eləmək istəmədim. İndi yenə də eləmək istəməm hazırda. Çünki bu günlər heç yəni belə o ab-havada deyiləm. Sadəcə sabah ingilislə hazırlığım və bunu eləməyə məcburam. Və eləyəcəm indi. Bu arada ventilatörü gətirib qoymuşam burada. Çünki kondisioneri qoşub qapını açıq qoyanda onda şey olur. Uşaqda bir dəqiqə sözə qarşıladım. Aşağıda uşaqlar mahnı falan qoşurlar. Bir də görürsünüz səs çox gəlir. Ona görə də bunu gətirib qoydum yanıma. Belə. İndi ingilislə readinglərimi bir də əsərmə yazacağam. Orada qoşdum. Ümid edirəm ki, səs çox gəlmədir. Yəni bacardığım qədərilə ucadan danışmağa çalışacağam. Amma indi bilməm, yenə mənim səsimi bastırdım. Ümid edirəm ki, səsi eşidilmirdir. İndi belə başlayacağım readinglərdən. Readinglərdən müəlliməmiz evə nə verir? 10, 11, 12-ni verib. 3 dənə readingdir. Hər readingdə də 3 dənə topik var. Belə, hərsinə bir dənə esse var. Belə yazacaq onda. İndi dərs çalışma vlogundan sonra gələcək. Dərs çalışma vlogu yox, məktəb alışverişi vlogundan sonra gələcək. Əslində orada yanlış demişəm. Mənim əlimdə uşaqlıqdan mən biz şey istifadə edirdik. Unival ruskalar, bəlkə bilən ola, 07-də deyəsən. Unival ruskalar, onlar bu hissələri bəlkə çox yağlı yazırdılar. Biz demək olar ki, bütün sinif ondan istifadə edirdik. Amma mən uşaq vaxtı ruskanı o qədər çox sıxırdım ki, mənim baxım, çox, özür istəyəm, bir pis varmağımda, mən belə göstərim də. Bura mənim mazoldur. Mazol oldu da. Düzdür, yayda o qədər də çox bilinmir, yəni digərlərindən çox da fərqlənmir. Amma mən çox yazı yazanda qışda falandır. Məsələn, məktəb vaxtı belə görsə, ev tapşırığım çoxalanda bu böyüyür əlbəttə, yəni haradasa bir bu boyda falan olur. İndi yazı yazmıram da yay boyunca təzə başlamışam da yazı yazmağa. Ona görə hələ balacadır, indi çox da bilinmir. Amma biraz yazından sonra dəhşət dərəcədə şişir və böyüyür. Və bu qələm, bu hissəsi o qədər qəşəngdir, o qədər yumuşaqdır, şey tutmaqdan çox qəşəngdir, rəngini də çox bəyəndim bu arada. Bunun bir mavi, bir də çəhrə rəngini almışam. Amma ikisini çəhrəyə alsaydım, ona peşman oldum hazırda. Amma eybi yoxdur.
Gələn səfər olaraq. Bunlar bu arada mən məktəb alış-veriş vloqunda almışam. Böyük ehtimal ki, bundan öncə çıxmışdır o, yəni. Məktəb alış-verişinə biz dünənlər getdik, 3-cü gün getdik. Mən eləsindən həmin gün də editlədim, yəni qapaq fotoğraflarını hamısını hazırladım, elə qoymuşam. Sadəcə videolarım, ümid edirəm ki, o səs gəlmirdi, yoxsa editdə görsəm çox pis alacam. Bir də mən baxım videoya görüm, gəlir səsim. Yəni, onun səsi çox gəlir, yoxsa yox. Qulaq asdığım qədərlə gəlmir, yəni bilmirəm indi. Hə, mən onu 3-cü gün elədim. Prosto kanalımda videolara baxdım. Əsasən 4 gün, 5 gün aralığında çıxır. Hər gün də video atmaq kanalım yəni, yaxşı təsir etmirdi, belə deyim. Ona görə də əslində mən 3-cü gün, 2-ci gündə 1-2 vlog çəkmişdim, günlük vlog. 1-ci gün və 2-ci gün. Ona ilə 2-ci gün editləmişdim, 3-cü gün paylaşdım da, hə. Bu arada məmməmiz kesin səbəbi birdən sınağı eləmişdi. İsmi kesmişdi, ona görə sınağı elədim. Utanmıram deyəsən, qürur deyərək da 8,5 səhvim çıxıb. Tək məndə belə olsaydı utanardım bəlkə. Və bu hamımız çox bərbad yazmışdıq, çünki həqiqətən çox çətin idi. Yəni, orada yazdığımız testlərdən maksimum 2 səhvim çıxır. Yəni, müəllimimizin belə atımcı qrupla yazmağa. Orada da qrupda bir telefona baxıb yazıram, maksimum 2 səhvim çıxır. Prosto bu niyə belə oldu bilmirəm. Çox çətin idi. Topikdən, yəni zaten bir dənə düzüm var. Ki, topikdən heç bir şey anlaşılmırdı. Mətindən 5 dənə sualda 2 dənə düzüm var yenə. Belə də yəni. Mətni əslində yaxşı yazdığımı düşünürdüm. Yəni, niyə bunlar belə səhv çıxdı bilmirəm. Yəni, uşaqlar deyirlər, çox pis il mətn. Əmin yenə də yəni, mətni digərlərinə görə yaxşı yazdığımı düşünürdüm. 2 dənə düzüm çıxdı. Bu haqda danışmaq istəmirəm. Yəni, tam olaraq müəllimin bizə keçdiyi və imtihana düşən. Yəni, olur belə, məktəbdə gördüyümüz çox asan hal, amma kəsəqəyə düşən əlaqəsi belə yoxdur. Bu tam olaraq elə bir şey oldu. Yəni, mövzudan bağımsız olaraq belə bir şey deyim. Bu arada bəzi yerlərdə videoların bəzi hissələrində ola bilər ki, məsələn, editləyəndə fikir verirəm. Mən ümumiyyətlə çox tez-tez danışan bir insana. Bilmirəm niyə belə, yəni hövsələm daralır, yəni mən tez-tez danışıram. Ekstra olaraq da bəzən mənim danışığım anlaşılmır. Niyə? Çünki mənim ağzımda aparat var. Aparat deyəndə o türklər deyir, plak tedavisi. Tam olaraq olmasa da onun kimi bir şeydir, eləynirdi. Mən yəni, bəzi eyni olan hərflər falan çox olan sözlərdə biraz şey olur, yəni fərqsiz olunur. Ona görə də yəni buralarda falan yəni zürrü sayın elə olarsa, yəni danışanda başa düşməsəz və yaxud da şıldıran kimisə gəlsə, yəni səbəbini indi buradan açıqlayayım, zürrü sayın. Həmişə readingləri falan yazıb sonda esselərimi yazırdım. İndi isə hər readingin altında öz essesini yazma qərarı aldım və indi bu şəklə uyğun esse yazıram. Bu şəklə uyğun belə yəni yazıram. Bu arada esseləri yazdığım yerlər falan göstərdiyim yerlər silinib. Daha doğrusu dururdu, amma indi daxil ola bilmirəm həmin videoya. Deyir ki, faiz ədələn falan dəstəklənmir. Yəni ona görə də onları qoyamayacağam burada. Onları yazdım, bitirdim. 1 saat 19 dəqiqə vaxtım almışdı onlar. Burada isə sözlərimi öyrənirəm. Deməli, bugünü burada sonlandırıram. Bu arada 19 dəqiqədən sonra davam etmişəm. İndi 33'dür. Belə, mən sözlərimi öyrəndim. Bundan da öyrəndim, sonrami də öyrəndim. 1 saat 33 dəqiqə ilə bu gecə ingilis dilini bitirirəm. Yəni saat indi neçədir? Saat 10'un yarısı falan deyəsən başlamışım. Saat 1'e 8 dəqiqə işləyir. Və bugünləri riyaziyyat eləyə bilməyəcəm. Belə ehtimal sabah gələndə və yaxud da 6-cı gün eləyərəm. Videonu onu davam etdirəcəm. Bugünlük bay bay. Diğer gündən hamını salamlayıram. Bugünlər 5-ci gündür. Yəni əslində video eləmək istəmirdim. Amma dedim ki, yəni bir qismini eləyəcəm.
Çünki 130 dənədir və mən əslində 170 hamısını eləmək istəyirəm. 6-cı gün və bazar gün baxacağım, çatdırsam, eləyərəm, çatdırmasam öz dostlarını yazmaqla kifayətlənəcəyimi düşünürəm. İnşallah belə. Amma ilk öncə buranı biraz səliqəyə salmaq lazımdır. Belə göstərim buranın vəziyyətini. Mən də belə göstərim buranı. Bu belə nereden bir planşmanizasiya qoyuram. Amma indi ehtiyac yoxdur buna çox da. Necə birazdan qoyaram. Öncə belə eləyəcəm. Burada boş bir su şişəm var. Bunu doldurduram birazdan. Belə burada telefonun kılıfı var. Çünki kılıf sokalan olduğu için tripod tutmur buna. Arkasına bir mat koymuşam. Hərdən bir pul götürmə yadından çıxır çünki. Yazmasam əslində o qədər səliqəsiz deyil. Yəni bu en azından səliqəsizdir. Bu arada uşağımı yandırmasını qoymuşam bura. Yəni öz aləmimdə bu qəşəng göstərir mənə isə. Bunu belə qoymuşam bura. Burada qələmlərimdir. Burada bu işıqdır. Planşetimdir. Mən qulaqlığımı bunun içinə qoyuram. Niyə bunu mavi rəng almışam? Heç bir fikrim yoxdur. Bir yere falan gedəndə bunu belə atıram. Anahtarı kimsin falan kəsəcəm də belə bir şey. Burada biletim var, olmazsa olmaz. Həm də ki burada kitablarım var. Bu hissəsi falan da burada kitablardır. Bu tərəfdə də belə tuxlardır, burada lak falan. Burada da ki belə riyaziyyat dəftər kitabım var. İndi başlayacağıq bunu eləməyə. Buradan sadəcə mənə lazım olan budur. Bundan verib məməmizə və güvəndən verib də. Bu arada qaydalarım üçün çox şiş papka aldım. Yəni Back to School alışverişimi izləyənlər görmüşdür hətta. Belə almışam və 2 dənə qayda verib hər şey müəlliməmiz. Natura dəftər, orada əvvəlki orada daxildir. Və 10-luq kəsirlər, adi 10-luq kəsirlər belə. Burada 20 səhifədir. Mən satmayacaq. Amma nəsə ev yoxdur. Belə. Burada qaydam var. Qaydaya indi nəsə xatırlamalı bir şeylər varsa, unutduğum bir şeylər varsa oxuyub elə başlayacağım. Buradan da bir dənə dəftərimi götürürəm. Belə. Hər ev tapşırığımı yazanda özüm üçün bir rəng seçirəm. Belə maraqlı bir şəkildə edirəm də. Və ev tapşırığımı o rənglə yazıram. Məsələn, belə bu başlığı bundan belə keçirəm. Və benim mən burada variantlarım. Şimdi bu orada yazdıqlarımdan almışam. Baxın belə fosforlayıram. Onlar da sən narıncı yazam. Çünki bugünümüzün konsepti narıncı rəngdir. Yəni bu ev tapşırığımızın konsepti. Bu arada çok yorulmuş ve ders etmiş kimi daha 6 dənə sual yazmışam. Və bu 6 dənə sual mən niyəsə 9 dəqiqəmi səhvləmişəm. Mən yandırmışam bunu. Niyə bu qədər gec işləmişəm bilmirəm. Yəqin ki başlığı falan vaxtım gedib onu da başlatmışdım çünki. Çox dərs etmiş kimi gedib özümə çox yorulmuşam çünki. Belə gedib çayla keks gətirdim bu arada. Anam keks vermişdi belə kakao, çikolatlı bir keks. İndi çayımla keksimi yeyə bir yandan dərs eləyirəm. Amma əlbəttə ki, yəni əsla bu keks bitənə qədər mən bu dərsi fokuslanamayacağam. Ona görə də bunu yeyib sonra başlayacağım. Belə. Bu arada çox yaxın bir zamanda, yəni avqustun 26-sından Azərbaycan dilinin sentyabrın 1-dən sonra da ilk 6-cı gün hazırlıqçı həmin gündə fizikam hazırlığım başlayır. Hardasa bir həftəyə falan işte yəni çox yorulacağım və düşünürəm ki kanala video falan daha gec atacağım. Ona görə də bir iki dənə belə yedəkdən video çəkib editləyib hazır qoymaq istəyirəm ki sonra paylaşım. Çünki həftədə bir dəfə falan video paylaşa bilərəm maksimumda. Çünki 4 dənə hazırlığım var və boş olduğum gün sadəcə bir bazar günü, yəni bazar günü heç bir hazırlığım yoxdur. Kimsə ümid edirəm ki əlavə çağırmaz. Belə. İndi yazaq və bunu da belə yandırım sizlə bərabər. Videonun çox yaxşı olmadığını bilirəm. Telefondan cəm olaraq 5 dənə video yoxdur. Silinib və hansı videolar olduğunu tam olaraq bilmirdim başda. Amma sonra fərq etdim ki, videonun sonluğu və mən yazdığım yerləri göstərdiyim hissələr falan yoxdur. Onlar silinib. Burada mən həmin gün videomu burada sonlandırıram. Çünki 3 günə falan daşımaq istəmirdim. Yəni 3 gün ərzində etdiyim dərs falan eləmək istəmədiyim üçün videonu elə burada sonlandırırdım. Və burada cəm olaraq 65 dənə misal eləmişdim. 130 dənə tam olaraq yarısı qədər. Bu videonun belə olduğu üçün həqiqətən çox üzgünəm belə deyəm.
Amma belə alındı. Digər videolarda görüşərik. Sağ olun, salamat qalın. Something